Dostlar salam. Bu videoda sizə Honor'un IP68 və 69 sertifikatına sahib ən dözümlü smartfonunu sizə təqdim edirəm. Telefon sındırmaq üçün xüsusi bir şeylər etməyəcəm. Sizə bu cihazın performansını və digər özəlliklərini göstərəcəm. Bu yaşıl rəng smartfonumuz, altında silikon arxalıq və sənədləri olan qutu, ağ rəng Type-C USB naqil və 66 W'lıq adapter başlığı qutu içəriyindən çıxır. Buna 66 Watt mütləq lazım idi, çünki batarya həcmi yüksəkdir. Honor X9D'nin önündə tək kamera və qulaq spikeri, üstündə spiker və mikrofon, sağında səs və güc düymələri, barmaq izi ekran altındadır. Altında spiker, Type-C giriş, mikrofon və SIM yuvası, 2 nömrə dəstəyi var. SIM dəstəkləmir. Solunda heç nə yoxdur, arxasında 2 kamera və tək flash işıq yerləşdirilib. Kənarları və çərçivəsi plastik korpusdandır. 4 rəngdə satışa buraxılıb. Ölkəmizə ağ rəngli gəlməyib. Ekran 6.79 inç 120 Hz-li AMOLED paneldən ibarətdir və deyərdim ki, ən yüksək parlaqlığa sahibdir. Smartfonun ölçülərini və çəkisini qeyd etmişəm. Yüksək bataryaya sahib olsa da, smartfonun ölçüsü ələ yaxınlı şəkildədir. Honor X9D'nin sistemi Android 15, arayüzü Magic OS 9.0'dır. Güncəlləmə ilə ona qalxacaq. Smartfonun ümumi parametrlərinə buradan baxa bilərsiniz. NFC və ekran görüntüsünü hava ilə TV ötürmə özəlliyini daşıyır. Honor AI süni intellekt özəlliklərinin olduğunu bildirir. Ekranın sönmə vaxtını buradan çoxaldıb azaldırsınız. 120 Hz tezliyini buradan dəyişmək mümkündür. Smartfonda barmaq və üç kilidi mövcuddur. Bataryanın faiz göstərməsini buradan düzəldirsiniz. Qısa yollar və jestlər bölməsi sizə cəlb istədiyiniz yerə, özəlliklərə daxil olmağınıza kömək olur. Misal üçün, ekran sönülü vəziyyətdə səs alan düyməyə 2 dəfə toxunmaqla flash işığı yandıra bilirsiniz. Oynaq sensoru bu smartfonda da var. İstədiyiniz yeri kəsib paylaşa və ya həmin yeri axtarışa verə bilirsiniz. Sizə lazım olan özəllikləri buradan aktiv edirsiniz. Paralel yer Xiaomi'də olan ikinci sahə özəlliyi ilə eyni mənanı daşıyır. 2 profilli smartfona çevirə bilirsiniz. Sistem naviqasiyasını buradan dəyişib 3 düymə etmək mümkündür. Kamerasında geniş uzaq çəkilişi olsa da, makro çəkiliş üçün kamera yoxdur. Full HD 60, 4K 30 FPS video çəkiliş edə bilir. Ön kamera isə Full HD 30 FPS-dir. Ekran eyni anda 10 barmaq toxunuşunu dəstəkləyir. İşıq sensoru, kompas, jiroskop və demək olar lazım olan bütün sensorları dəstəkləyir. Lakin yaxınlaşma sensoru bu modeldə də jest ilədir. Antutu benchmark nəticəsi yüksəkdir. Keçək 10 dəqiqəlik oyun testimizə. Batarya 45%dir. 10 dəqiqəni qoşub PUBG-yə daxil oluram. Honor X9D gücünü 8 nüvəli 4 nanometrli Snapdragon 6 Gen 4-dən alır. Videoqrafik yaddaş Adreno 810-dur. Oyun qrafikasına baxdıqda 90 FPS-i dəstəklədiyini görürük. Aşağı qrafikdə 90, orta və HDR qrafikdə isə 60 FPS ilə oyun oynamaq mümkündür. Ən yüksək qrafikdə seçdiyim üçün bataryanın sürətli düşməsinə səbəb ola bilər. RAM 812, daxili yaddaş isə 256 və 512 GB ilə istehsal olunur. Ölkəmizə 512 versiya gəlməyib. Batarya 8300 mAh həcmə sahibdir və çox yüksəkdir. Bu bataryaya şirkət 6 illik performansının düşməməsinə garanti verir. Oyun təcrübəmi izləyə bilərsiniz. So tired.
10 dəqiqə tamamdır və cəmi 2% batareya sərf etdik. Yaxşı nəticədir. Aşağı qrafikdə qoysanız faiz daha az düşər. Honor X9D'nin əsas kamerası 108, geniş 5 və ön 16 megapikseldir. Çəkilən nümunə şəkil və videolara baxa bilərsiniz. Arxa kamera 4K 30, Full HD 60 FPS, ön isə Full HD 30 FPS video çəkiliş edə bilir. Honor X9D modelində video çəkiliş zamanı səs yazma bu cür yazılır. Və video kamerasında EIS olduğu üçün videolarda rəsmi yoxdur. 8 dəfədən yaxınlaşması var. Honor X9D güclü və dözümlü smartfondur. Qiymətini tarixə görə qeyd etmişəm. Növbəti videoda görüşənədək hələlik.